Önderin siyasi varisi, Cənab Prezidentin ətrafında həmişə birləşməliyik, bu dövləti sevməliyik, ona görə ki, biz bugünkü xoş gələcəkdə yaşayırıq. Bizim borcumuz bu bayramı daim keçirməkdir. Sizə kitabları hədiyyə etməkdir. Amin. Yılgın şab olsun. Yedi aylar. Bir, iki, üç hazineleri. Allah rahmet eylesin. Rabbim nurlandır. Ad gününde mübarek olsun. Ad gününde mübarek. Sağ olun. Sağ olun. Bu tədbirin keçirilməsi artıq ənənəvi hal alır. Ulu Önderin ad günü biz kitab bayramı kimi qəbul eləmişik bu günləri. Ulu Önderin ad günü bizim üçün bayramdır. Ulu Önder bizlərdən ötəri canını fəda elədi. Ulu Önderin siyasi varisi oğlu Cənab İlham Əliyev o siyasəti çox uğurla davam etdirdi. Bu günləri biz o siyasetin nəticəsini verən xoşbəxt günlərdəyik. Allah Prezidentimizə can sağlığı versin. Prezidentimizin dəmir yumruğu, qətiyyətli cəsarəti bizi torpaqlarımızı azad elədi. Son 300 ilin Ali Başkomandarımız qalib sərkərdəsidir. 300 ildir İngilisin, Fransızın, Rusun, Farsın siyasətini 44 gündə məhv elədi. Allah Prezidentimizə can sağlığı versin. Bizim də borcumuz odur ki, Yeni Azərbaycan Partiyasının əhatəsində birləşək, dövlətimizə, rəhbərimizə sadiqliyimizi və işimizlə cavab verin.